Hamımız xoşbəxtdik ki, biz bu tarixi günləri gördük, yaşadıq. Bu tarixi zəfər Azərbaycan xalqının dövlətinin tarixində əbədi qalacaq. Zəfərin 5 ili Azərbaycan tarixinin unudulmaz bir sevda dastanına çevrildi. Müzəffər Ali Başkomandan Cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuzun həyata keçirdiyi Dəmir Yumruq əməliyyatı 44 gün ərzində bütün dünyaya müzəffər Azərbaycanın gücünü, iradəsini və mübarizliyini nümayiş etdirdi. Bu tarix yalnız hərbi bir qələbə ilə deyil, eyni zamanda bir xalqın birliyinin və mücadeləsinin simvolu oldu. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək bir məqsəd uğrunda cəsarətlə mübarizə apardı. Bu zəfər bizim müstəqillik və azadlıq arzumuzun gerçəkləşdiyi bir mərhələdir. Onu da qeyd edək ki, Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov Zəfər günü və Dövlət Bayrağı günü münasibətilə Nazirliyinin şəxsi heyətini səmimi qəlbdən təbrik edib. 4-cü Hakimiyyətin Kamerası QTV Haqq Səsi TV1 kanalı kollektiv adından Zəfər günü münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edir. Bu qürur dolu günün dəyərini bir daha vurğulayırıq. Azərbaycan bu qələbəni heç vaxt unutmayacaq.